Salam, hörmətli və dəyərli YouTube, TikTok, Facebook, Instagram izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində möhtəşəm, ideal, başqa dizayn, başqa konseptdə olan evimizi sizə təqdim edirik. Evimiz mənzildir. Masazır qəsəbəsi, Əliyev Vahid prospekti, Yeni Masazır yaşayış ümumi kompleksindən söhbət gedir. İdeal yaşayış kompleksi Masazırda demək olar ki, sayılıb seçilən və nadir hallarda bax bu tür konseptdə, ideyada olan bir bina evimizi sizlərə təqdim edirik. Kompleksimiz gözəl kompleksdir. Qaz, su, işıq kompleks. Əsas önəmlisi evin kupçası, binanın çıxarışı olan bir evdir. Evimiz 10 mərtəbəli bina, 12 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Evin çıxarışı kupçası var, ipoteka şərtlərinə uyğun vəziyyətdədir. Bank şərtlərinə də yararlı, ipoteka şərtlərinə də yararlı vəziyyətdədir. Ümumi yaşayış sahəsi 90 kvadrat, qanuni 3 otaq. Evin çıxarışı kupçası var. Bina qazlı binadır. Hal-hazırda görürsünüz evimizin gözəlliyini göz qamaşdırır sanki. 3 otaqlı, ideal təmir, super təmir demək olar ki, evdir. Bu evdə təmir aid işdə yəni pula ekonomiya olunmayıb. Qəşəng, bahalı materiallardan təmir vaxtı istifadə olunub. Keyfiyyətli və bahalı materiallardan görürsünüz. Çilçıraq, spot lampalar, pərdələrinə kimi qoyulub. Əsas odur evin kupçası var və evdə kombi sistemi çəkilib, radiator və kombi montaj olunub. Çilçıraqlar var, mətbəx mebelimiz var. Demək olar ki, super bir vəziyyətdə bir evdir. Bu evimizin salon hissəsidir. Hörmətli izləyicimiz, salondan balkona çıxış var və evimizin 2 ədəd balkonu var. Həm salonda, həm mətbəxdə. Bu isə yataq otağımız görürsünüz ideal vəziyyətdədir. Super təmir, bahalı divar kağızları, bahalı laminat olsun, qapı olsun. Evimizin 2 yataq otağı, bir salon, mətbəx və hol və sanitar qovşaq hissələri var. Giriş, sanitar qovşaq, mətbəx hissəmiz döşəmədən isitməli. Bu da evimizin 2-ci yataq otağı. Qəşəng, böyük, yəni klassik mebeldə belə desək, evimizə yəni yığdırmaq, böyük qabarit mebellərdə yığdırmaq mümkündür. Burada da spot lampa, çilçıraqlar qoyulub. Radiator kombi hissəmiz var. Kondisioner üçün elektrik mənbəyi qoyulubdur. İndi isə mətbəx sahəsinə keçək. Girişdə bu cür qəşəng stent güzgü yaradılıb. Bura siz şkafda yığdıra bilərsiniz. Və yaxud da ki, şkafı, paltar şkafını, qarderobunu burada yığmaq mümkündür. Hündürlük 3 metr normalar əsasındadır. Bu isə evimizin möhtəşəm mətbəx hissəsi. Mətbəx mebel əsas qoyulub. Su hissəsi, moykası qoyulub, qaz qoyulub. Başqa şeylər alıcının üzərinə düşəcək. Döşəmədən isitməlidir. Qəşəng görürsünüz, bax, spot lampalar, çilçıraq olsun. Hamısı montaj olunub. Mənzərəni də sizlər üçün göstərim. Evimizin görürsünüz, əsas odur, binada qaz var, intensiv olaraq verilir. Kupçalı olduğu üçün və kombi, təzə kombi montaj olunubdur. Kim gəlsə qazı qoşub, kombini xodlayıb yaşayışa başlaya bilər. Kupça var, əsas odur, evin kupçası var. Yenə xatırladan 90 kvadrat yaşayış sahəsi, 3 otaqdan ibarət. Evimizin qiyməti 136.000 manatdan satışa çıxıb. Real müştərilərə təbii ki, qiymətdə endirim olunacaq. Buyurun, hörmətli izləyicimiz, söz sizdə. Sanitar qovşağı sizlərə təqdim edim. İdeal vəziyyətdədir evimiz, çox ideal vəziyyətdə. 3 otaqlı evlər axtaranlar buyurub müraciət eləyə bilər. Bax, görürsünüz. Bax, burada duş kabin yeri də ayrılıb və duş özü də qoyulub. Hər bir aksesuarlar qoyulub. Quruducu olsun, su tabancası olsun, unitaz və bahalı moydadır hissəmizdə qoyulub. Duş sistemimiz çox bahalı bir duş sistemidir.
Qiymət də normal, kvadrat da normal. Yəni gözəl bir ev, bu da giriş hissədir. 136 min manat, 90 kvadrat. Real alıcılara təbii ki, qiymətdə endirim olunacaq. Buyurun, hörmətli izləyicimiz, söz sizdə. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Bu evin arzusunda olanlar buyurub videonun alt bölümündə qeyd olunan nömrə ilə, əlaqə nömrəsi ilə əlaqə saxlaya bilər. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.